Salam, kanalıma hoş geldiniz. Getdim Temu'dan bağlamamı götürdüm. Özümə Temu'dan dolap sifariş etmişəm. Çünkü mebel almaq istemedim. Eğer mənzil aldım videosuna baxdısa, orada qardırop yığdırmaq istədiyim yeri sizə göstərmişəm. Ona görə müvəqqəti istifadə etmək üçün belə bir şey sifariş etdim. Gəlin bir yerdə baxaq. İnşallah bir müddət istifadə edə bilərəm. Bakın hiç açmamışam. İstedim sizden bir yerde baxaq. Mən boz renk sifariş ettim. Lakin orada renkləri hər rengi var idi. Qara, ağ və s. Elə bildim ağır bir şeydi. Lakin dəhşət yüngüldü. Bakın böyle bir şeydi. Burada rengi kırmızıdır. İnşallah kırmızı gelmeyip ben boz renk sipariş etmişim. Ben daha boylar boz renkti. Düşündüm boz yaxşı olar. Hər tərəfli göstərim, bəlkə kiməsə lazım olar, faydalı olar. Ölçü yazılmayıb. Lakin şəkildə səhv etmirəmsə uzunluğu 1.70-dir. Elinə də dəqiq baxıb deyərəm sizə. Bunun kiçikləri də var idi. Mən orta ölçü götürmüşəm. Lap böyüyü də var idi. Qiymətini də mütləq buralarda bir yerə sizə göstərəcəm. Bakın böyle bir şey alınmalıdır. Formaları müxtəlif idi. Məsələn, baxın burada aslan olsun, buralar polka olsun. Nə bilim, mən belə götürdüm. Ay Allah. Nə qədər şey var burada, detal var. İndi bunu yığmaq var. İnşallah tək yığa bilərəm. Hə, boz gəlib şükür. Ama size deyim, yüngülüydü. Mən elə bildim plasmasdır. Ama plasmas deyil materialı. Dəhşət xırda detallar var. Baxın. İndi mən bunu yığacağım. Bilmirəm neçə dəqiqə. Ama sizin üçün 5 saniyəlik, 10 saniyəlik bir şey olacaq və sizə göstərəcəm. Bakın bu hissəyə yığmaq istəyirəm. Ya Allah, getdik. Deməli, yığarkən istədim sizinlə də bölüşəm. Bu şəklə baxdım. Bu hissəsinə baxdım və istədim ayaqlarından başlayam. Saydım 8 dənədir. Və görürəm yerdən hardasa bir 3-4 santı hündürdür. Ona görə böyle şeyler var idi burada. Saydım 8 dənədir. İlk önce bunları taktım belə 8'ni. Şimdi görüm nə edirəm. Yaxşı çiçəkli var. İndi yəqin ki bunları bir-birinə birləşdirərəm. İnşallah alınır. Bakın böyle bir şey olur. Yaxşıdır. Bax, rəflər deməli bu boyda olacaq. Yaxşıdır, kiçik deyil. İndi tam yığım. Biraz da yığım sonra göstərim sizə.
Bu arkası da böyle olacak. Şkafım yavaş yavaş alınır. Bu hissələrini yığdım. İndi bu sonuncuyu düşünürəm. Çünkü bu tərəfi yoxdur. Baxın, bu hissəyə yığmaq istəyirəm və yavaş yavaş alınır. Amma onu deyim ki, ayaqları plasmas olsa da özü dəmirdəndir və rəflər bax düşünün belə olacaq. Yaxşıdır ölçü. Kiçik deyil. İndi yığım biraz da sizə göstərim. Deməli birinci hissəni yığdım. O qədər də çətin deyil. Hər kəs yığa bilər. Şəklə baxın. Aydındır, baxın. İki tərəfi olanlar ortada olur bu detallar. Bunlar isə belə qıraqlı. İndi sizə göstərirəm ki, birdən siz də sifariş edərsiniz. Daha rahat olsun sizə. Baxın, bu birinci bu hissədir. İndi buranı yığıram. Burada kopya eynidir. Kopya eynidir bu hissədir. Təsəvvür edin, mən birinci bunları taxmalıydım, bolkalara, rəflərə. Ona görə indi sökürük və yenidən yığırıq. Buradan baxın. Allah səbri versin. Amma rəngi qəşəngdir, tünd boz. Onu deyim ki, rəflər arası ölçü çox yaxşıdır, kiçik deyil, baxın. Yaxşıdır. Və nəhayət dolabımız hazırdır. Onu deyim ki, bağlı formadansa belə daha yaxşıdır. Və üzəri biraz qırışdı. Mənim açıq daha xoşuma gəldi. Baxın, burada asılmaq şeyləri var. Üstə taxılır. Belə. Yəni müvəqqəti işlətməyə əladır və yaxud dolabda yeriniz yoxdur. Qartrop otağında işlədə bilərsiniz. Şkaf yığdırmayıbsınızsa. Orada da işlətmək olar. Mən sonra da bunu istifadə edəcəm. Təbii ki, atan deyiləm. Və materialı çox qəşəngdir. Qalındır. Nazik deyil. Vaxtı ikən çoxlu belə nərmə nazik vesilkalar almışdım. Ağırlıq olmayan. Əsə bu dolaba uyğundur. Bu isə parçasının renk seçimləri idi. Mən boz renk aldım. Hər renk var gördüyünüz kimi. Kağız kimi deyil. Və özü yüngül idi. Mən elə bildim hamısı plasmas, amma bunlar dəmirdir. Baxmayaraq ki, plastikdir. Belə. Əgər bəyəndinizsə videomu like edib və mənə dəstək olmaq istəyirsinizsə kanalıma abunə olmağı unutmayın. 2 saatın üzərində oynadım və axır ki yığdım. Detallar insanı biraz yorur, amma dəydi. Belə sağ olun, salamat qalın.